küləyin həyatımızda böyük əhəmiyyəti var. Onun bizə verdiyi əsas üstünlük isə enerjidir. Bu səbəbdən küləyin sürətini ölçməyin yeni üsulları elm aləmini düşündürməkdədir. İlk dəfə bu məsələ ilə 1667-ci ildə İngilis alimi Robert Hooke məşğul olub. Onun hazırladığı küləyaçan adlandırılan bu alət öz ətrafında fırlana bilən dirəyə bağlanmış bir neçə qanaddan ibarətidir. Külək əsdiyi zaman bu qanadlar hərəkət edir və dirəyi öz ətrafında fırladırlar. Müəyyən zaman ərzində başlanğıc nöqtəsindən keçən qanadların sayı ölçüldükdə isə küləyin sürəti məlum olur. Sonralar bu proses daha müasir üsullardan istifadə etməklə həyata keçirilib. Sözü gedən meteoroloji radarlar 1941-ci ildə icad edilib. Dünya standartlarına uyğun olaraq ölkəmizdə də yer müşahidələri anlıq və saatlıq olaraq mütəmadi aparılır. Azərbaycanın bir sıra bölgələrində meteoroloji stansiyalar vasitəsilə bütün meteoroloji parametrlər ölçülür. Həmin müşahidələrlə təxminən 35 kilometr hündürlükdə atmosfer şaquli olaraq öyrənilmiş olur. Meteorologiyada yüksək atmosfer müşahidələrində ölçmə aparan şarların içərisinə hidrogen qazı doldurulur. Eyni zamanda şarın içərisinə sensorlar və elektron dövrələr olan alət yerləşdirilir. Bu cihaz olduğu səviyyələrdə ölçdüyü küləyin sürətini və istiqamətini, o səviyyədəki temperaturu və havanın rütubətliliyini bildirir. Nigar Abbasova, 525-ci kanal.